Salam əziz izləyicilər. Bir köhnə sxemə yenidən qayıtmaq istəyirəm. İzləyicilər görürəm ki, onlar üçün faydalı olar. Əsasən onları nəzərdə tutub bu qərarı verdim ki, bunu yenidən paylaşım və əvvəl bir qədər başqa aspektdən şərh vermişdim. İndi bir qədər fərqli olacaq. Deməli, gördüyünüz kimi bu transformatordur, xətti transformator deyirlər. Bu körpü sxemidir, düzləndirici diodlar. Bu kondensator bu düzləndiricilərə aid eləmişəm rənglərlə, qara rənglərlə. Yəni bu elə bil ki, birinci moduldur da, bir moduldur. Transformator və düzləndirici. Bunun girişinə girir, bax belə bir siqnal. Müsbət yarım periodları qırmızı ilə göstərmişəm, mənfi yarım periodlar qara xətlə göstərmişəm. Düzləndiricidən keçəndən sonra, körpü sxemindən keçəndən sonra bax belə bir forma alır. Müsbət yarım period budur, mənfi budur, müsbət budur, mənfi budur. Amma gördüyünüz kimi bunun hamısı müsbətdə cəmlənir. Amma düz deyil də, düzlənmiş siqnal deyil. Biraz bunu bax, bu kondensator hamarlayır. Biraz hamarlayır nisbətən. Bax, belə bir hala salır. Təxminən belə bir hala salır. Amma bizə lazımdır ki, bax, belə bir düz xət, qrafiki düz xət verən bir cərəyan olsun, gərginlik olsun, oynamasın. Ona görə bax bu hissə, bax bu qırmızı hissə stabilizator adlanır. Burada gördüyünüz kimi iki tranzistor üzərində qurulub. Bir stabilitronu var, iki dənə tənzimlənən müqavimət, bir dənə də diod. Bu qida blokunun çıxışında artıq gördüyünüz kimi bax plus minus 12 volt alınır. Və artıq sabit qida mənbəyi bax bu hissədə sabit qida mənbəyi demək olar buna. Sabitdir, bu dəyişməyən. Bunlar düyünəndir. Bu da ümumiyyətlə dəyişəndir. Belə bir şey. Bu seçilir 15 volta. Mən bunu yığmışdım köhnə sxemdə, yenidən qayıtdım. Bunu seçmişəm mən 814 və bir başqa iki dənə ardıcıl qoşulmuş stabilitron qoymuşam burada. Üstünü oxuya bilməyəcəm. Bunun təmiri ilə bağlı məsələ çıxdı qarşıma. O da pis gündədir. Qərar verdim ki, bunu elə öğrencilərimlə bir yerdə bunu təzədən yığaq, təcrübə olsun onlar üçün. Real sxemdir. Sınaqdan çıxmış elementlər hamısı var. Söküb təzədən yığmaq. Belə bir fikrim var. Bu nədir? Buna emittir təkrarlayıcısı deyirlər. Bu burada nə üçündür? Bu tranzistorun parok gərginliyi deyirlər, yəni açılış gərginliyi. Biraz yüksəkdir. Buradakı xırda dəyişikliklərə reaksiyası zəifdir. Ona görə bura NPN tipli tranzistor bura qoyulub. Bu da potensiometrdir, yaxud dəyişən müqavimətdir. Bunu tənzimləməklə çıxışda gərginliyi dəyişmək olur. Sıfırdan yuxarı 15 volta kimi dəyişmək olur.
Bu rezistor burada çıxışın nədir? Yükdən azad eləməsi üçün kondensatorlar dolur, burada yük qalır. Bu kondensatorların boşalması üçün lazımdır. Bir də əks gərginlik sıçrayışlarında da bu müəyyən faydası var onun. Bu hissədə bax bu dəyişən müqavimət tənzimləməklə çıxış cərəyanını tənzimləmək olur. Çıxış cərəyanı. Çünki buradan bazadan axan cərəyanın miqdarından asılıdır çıxış cərəyanı. Bax bunun hesabına burada bunun bazasında cərəyanın artımını, azalmasını tənzimləmək olur. Bax bu regulyator, bu tənzimləyici diyor. Bu isə gərginliyi tənzimləyir. Açılış gərginliyinin miqdarından asılı olaraq bunun çıxışında lazım olan gərginliyi ala bilirik. Belə də burada elementlərin nominalları yazılıb, markaları yazılıb. Elə bilirəm, burada kifayət qədər izah verə bildim. Burada gərginlik, şəbəkə gərginliyi süzgəci yoxdur. Sadə cihazdır da. Bunu laboratoriya qida bloku kimi istifadə edirəm. Və bu çıxışda da müəyyən bir kiçik tutumlu kondensator qoymaq olardı, induktivlik qoymaq olardı, daha stabil, bax belə düz xətt ala bilmək üçün vermək olardı. Əlavə bir dənə də süzgəc rolunu oynayan elementlər qoymaq olardı. Ehtiyac yoxdur ona. Elə bilirəm, bu qədər kifayətdir. Çox vaxtınızı almayın. Kommentləri də oxuyun. Unutduğum şeyləri orada yazıram. Sağ olun, salamat qalın.